Bəzi insanlar məsələn bu cür düşünürlər ki, məsələn qədim zamanlarda çətin idi səfərə çıxmaq, əziyyətli, məşəqqətli olurdu. Uzun qulaqla, atla, dəvə ilə, piyada səfərə gedirlər. Amma indiki məsələn maşınla, təyyarə ilə uzaq məsafələri çox qısa zamanda gedib çatmaq olur, rahatçılıqla getmək olur. Bu rahatçılıq varsa, elə nəyə görə mən orucumdan qalmıram ki, elə səfərdə də orucumu tutum. Onu qeyd eləyək ki, bu sözlərin hamısı düzdür, yaxşıdır, rahatçılıq varsa da belə, amma Allahın hökmü elə bir hökmdür. Əgər Allah belə vacib eləyibsə, orada heç bir biz məsələn yozuruq bunu ki, məsələn ola bilər narahatçılığa görə belə idi. Yox. Narahatçılıq onun səbəblərindən mində biri ola bilər. Amma məsələ tamam başqa bir şeydir ki, Allah Taala'nın hökmü belədir ki, müəyyən məsafəni qət eləyəndən sonra mənim üzərimdən nə götürülür? Oruç tutmaq götürülür. Əm əla səfərin fəiddətun min əyyamin uxar. Allah Quranda buyurur ki, əgər səfərdə olsanız, onda başqa günlərdə onun qəzasını yerinə yetirin. Bu əgər Quranın hökmüdürsə, burada rahatçılıq, narahatçılıq rol oynamır.